mən sizin tənqidlərə razıyam, amma Düşünürəm ki, Samirə əlbəttə ki, bir kiçiklik edərək onlardan bir bəlkə üzr istəyə bilər, bəlkə onların yarasına su səpmiş olar və düşünürəm ki, ümumiyyətlə hər bir insan, səhvsiz insan yoxdur. Düşünürəm ki, bəlkə də necə deyim, xanım həmin an öz necə deyim, ağlına gələn olur. Bəlkə də doğrudan da burada dediyimiz kimi bir komanda olmalıydı, ona yol göstərməliydi ki, bu cürə olmalıdır. Amma o bir siyasətçi deyil, o bir Azərbaycan sənətçisidir və düşünürəm ki... Mən nəyə görə üzr istəməliyəm? Yəni, ən azından onların bir yarasına, belə deyim, bir qətmək qopduğu üçün belə üzr istəmək olar. Çünki onlar o qədər həssas bir məqamdır ki... Mən vətən xaini çıxartdılar, məni söydülər. Nəyə görə? Mən gedib ölkəmi orada təbliğ eləyirəm. Mən bugünə kimi 48 ölkə gəzmişəm, layiqli şəkildə də təmsil eləyirəm. Oxuduğum hər səhnənin arxasında Azərbaycan və mənim bayrağım işıqlandırılır. Mən nədən üzr istəməliyim? Mənə elə gəlir ki, sadəcə zaman gələcək və insanlar barışacaq bu situasiya ilə. Sadəcə indi mən göz önünə girdim deyənə, ilk addımı mən attım deyənə, məni vururlar, məni yıxıb sürmək istəyirlər. Okey, mən sizin tənqidlərə razıyam, amma... Yəni, əslində mən sizin üzərinizdə bu qədər çox baskı olunmasın deyə, yəni mən düşünürəm ki, sizin üçün... Düşünmürəm ki, mən nəsə səhv bir hərəkət eləmişəm. Mən doğru siyasətin arxasıca gedirəm. Mənim üçün sözsüz ki, musiqi siyasətdən də böyük bir qüvvədir mənim üçün. Amma bu bir festivaldır, bu bir musiqi yarışmasıdır. Mən orada gedib düşmənçiliyi apara bilməzdim. Hələ sözdə deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oynaşsaydılar, orada Qazaxstan səhralıqdır. Öldürüb atacaqlar, avtoqəza oldu. Kimin nə xəbəri olacaq, kim mənə yəli eləyəcəkdi orada? Sadəcə bu insan doğrudan da buna layiq idi.